At qılıncını yerə. Dedim at qılıncını. Bəsdir, Malik. Axı o indi əsirdir. Gözətçi. Apar onu. Cənab, qolunuza nə oldu? Heç nə olmayıb. Yaxşı qutardım. Onu sarayın müvəqqəti həbsxanasına aparın. Nə olub, nə baş verib? Cənab Yuzarsif'i öldürmək istəyirdilər. Bu sarayda nə baş verir? Səbəbsiz deyil. Çünki cənab Yuzarsifin varlığı onların yoxluğu deməkdir. Onlara haqq qazandırıram. Onlar öz mövcudluğu üçün mübarizə aparırlar. Alik Mahu çox zirək adamdır. O yaxşı bilir ki, Yuzarsif'i və Axnatını öldürmək məbədin yeganə çıxış yoludur. Xoşbəxtlikdən zərbə güclü olmayıb. Mənim üçün bəyaz kətan və qaynar su gətirin. Kətan və qaynar su. Hamımızın pənah yerimiz və sığınacağımız tək Allahdır. Əgər yaxşı düşünsən, hər an, hər yerdə yanımızda olduğunu anlayarsan. Alixmahı və kahinlər mənim qaniçən və qəddar olmadığımı, həm də cənab Yuzarsifin mənə ayağımı ağıl dairəsindən kənara çıxarmağıma imkan vermədiyini yaxşı bilirlər. Yoxsa Amunun məbədini çoxdan xarabalığa çevirmişdim. Narahat olmağa dəyməz. Mən tezliklə bütpərəstliyin süqutunu, Amunun sərgardan olacağını görürəm. Bilmirəm bu gecə göy üzü niyə belə qəmgindir. Bu gecə səmada yaxşı xəbərlər görmürəm. Nə xəbər var? Bu xəbər nəyə aiddir? Dəqiq bilmirəm. Vətənimdə səs-küy, pərişanlıq görürəm. Hər halda biz Pərverdigarın iradəsinə təslimik. Axı niyə atan Yaqub Peyğəmbərə bir məktub yazmırsan? Niyə Kənana elçi göndərib atanı öz vəziyyətindən xəbərdar eləmirsən? Bilmirəm bu nə sirdir. Neçə dəfə belə eləmək istəmişəm, amma hər dəfə də tək olan Allahın elçisi mane olur. Görünür, hələ bizim görüşmək vaxtımız çatmayıb. Neçə illər öncə Rahilə, Faiqə, qoca Yakin və bir çoxları bu karvanın ardıca getdilər. Keçən il Zülfə, bugün də Bəlhə, ölüm karvanı dayanmadan gedir. İnsanlar bir-birinin arxasınca çarəsiz bu karvana qoşulurlar. Doğrudur, Bəlhə və Zülfə, övladlarımın arasına paxıllıq və düşmənçilik toxumunu səpsələr də, amma mən onları bağışlayıram. Onları bağışlayıb Allahdan istəyirəm, onların günahlarını əfv eləsin.
Mən Bəlhənin ölümünə görə Dan və Nəftaliyə başsağlığı verirəm. Allahdan istəyirəm ki, onun ruhunu öz rəhmətinə qərq eləsin. Mən artıq sarayda yaşaya bilmirəm. Yaxşısı budur, buradan daha sadə bir yerə köçüm. Axı niyə cənab? Bunun nə eybi var ki? Saray hökmdarlar üçün qalsa daha yaxşı olar. İndiyə qədər məcbur idim. Mənim üçün daha sadə yer hazırlayın. Lap yaxşı. Əgər bizə fürsət versəz, tezliklə Binarus və Nimisabının köməyi ilə sizin üçün münasib yer hazırlayarıq. Elə günü bugün Misirin hər yerinə elçi göndərib, bütün şəhər hakimlərini Tibsə dəvət eləyin. Misirin bacarıqlı memarlarından bir neçəsinə də xəbər eləyin. Ambarların tikintisinə tez başlamaq lazımdır. Əmriniz yerinə yetiriləcək, cənab. Tibsdə 7 ambar tikilməlidir. Cənab, Tibsdə cəmi bir dənəsi kifayətdir. 7-sinə ehtiyac yoxdur. Birincisi, Tibs Misirin mərkəzidir. Misirin bütün şəhərlərindən və qonşu ölkələrdən bura müraciət olunacaq. Aydındır ki, ambarlar 7 il ərzində bu qədər xalqın ehtiyacını ödəməlidir. İkincisi, buğdanı sümbülü ilə birgə saxlayacağıq deyə çoxlu ambarlara ehtiyacımız olacaq. Cənab, sümbülü ilə niyə? Buna daha çox ambar lazım olacaq. Biz gərək bir oxla bir neçə hədəfi nişan alaq. Həm xalqın ehtiyacları üçün buğdana ehtiyac saxlayaq, həm də heyvanlar üçün yem kimi yarayacaq saman ələfi. Onda buğdanı götürmək üçün ambarın aşağı hissəsində kiçik qapılar düzəltmək lazımdır. Bu ambarlar elə tikilməlidir ki, yerin rütubətindən və göyün yağışından qorunmuş olsun. İstəyimizə çatmaq üçün ayrılmış ərazidə böyük və uzun bir çala qazmalıyıq. Həmin bu çalada daşdan böyük və möhkəm zirzəmi tikin. Və ambarları bir-birinin yanında olmaq şərti ilə bu zirzəminin üstündə ucaldın. Buğdanı yağışdan qorumaq üçün ambarların hamısını tavanlarla örtün. Buğdaları ambarlara doldurmaq üçünsə ambarların yuxarısından xüsusi qapılar qoyulmalıdır. Bu çox yaxşıdır. Belə olduqda buğda yerdən nəm çəkməz. Tamamilə doğrudur. Çalışmaq lazımdır ki, hər məntəqədə 7 ambar olsun ki, hər il onlardan birinə ehtiyat buğda yığılsın. Qıtlıq vaxtı da hər il həmin ambarlardan biri istifadə olunsun. Cənab, niyə ambarları birləşdirib tikirik? Ayrı-ayrı tikmirik. Çünki ambarları birləşdirəndə taxılı qoruyub saxlamaq asan, zəruri olan keşikçilərin sayı isə daha az olar. Cənab, əgər icazə versəydiniz, əvvəlcə ambarların xəritəsini hazırlayardım. Mən artıq onu hazırlamışam. Odur ki, başlaya bilərsiniz. Hörmətli əmirlər ona diqqət eləməlidirlər ki, Nil üzərindəki su bəndlərinin və arxların tikilişi ambarların inşası ilə eyni vaxtda başlasın. Nilin suyunu böyük fasilələrlə çaydan ayırmaq lazımdır ki, geniş ərazidə əkinçiliklə məşğul olmaq mümkün olsun. Elə adamları məmur təyin eləyin ki, vergilərin yığımını daha dəqiq və sürətlə yerinə yetirsinlər. Kəndlilərin vergisinə aid rəsmi sənəd verin ki, onlar vergilərin bağışlandığına əmin olsunlar. Qoy həmin məmurlar, əkinçilər və sahibkarların gəlirinin 5də birini alıb, onlara sənəd versinlər. Biz həmin sənədin əsasında qıtlıq zamanında onlardan aldığımız pulun müqabilində buğdalarını ödəyə bilərik. Cənab, bəs bu ambarların tikilməsinin sərmayəsi hardan təmin olunacaq? Hər məntəqədəki ambarın tikilişi həmin məntəqənin gəlirindən təmin olunmalıdır. Əgər sualınız varsa eşidirəm. Əgər yoxdursa, mənim də sözüm yoxdur.
Gedin və ciddi şəkildə işinizə başlayın. Məncə münasib yerdir. Ümidvaram ki, Allahın nəbisi də bəyənəcək. Lap xarab olsa da o bəyənəcək. Dayanın. Gedək içəriyə də baxaq. Gedək. Bu sənəd verginin bağışlanması üçündür. Minnətdaram cənab. Növbəti adam. Bu sənədə əsasən siz 6 illik vergidən azadsınız. Növbəti adam. Hoş gelmişsiniz Cenab Malik. Buyurun. Yorulmayasınız. Biraz yavaş yavaş. Ehtiyatlı olun. Buyurun Cenab Malik.
Allah köməyin olsun. Allah amanında Yüzarsif. Allah amanında. Görəsən Yüzarsif hara gedir? Yüzarsif əkinçiləri həm də anbar tikintisinə nəzarət eləmək üçün Memfisə gedir. O bütün şəhərləri gəzib yoxlamaq niyyətindədir. Allah köməyin olsun. Allah səni qorusun Yüzarsif. Allah amanında. Allah səni qorusun. Allah amanında. Sağ salamat. Salamat Xudahafiz. Yaxşı yox. Allah səni qorusun. Yenə nə olub? Nəsə baş verib? Mütləq söyüş eşitməlisən ki, ağzını açıb danışasan. Eşitsəz, sevinməyəcəksiniz. Deyirlər, Yüzarsif Memfisə səfər eləyib. Təkcə baş örtüyün səni ilana oxşatmır. Zəhərli sözlərin ilan sancmasından da pisdir. Bir dəfə də olsa şad xəbər gətirmisən? Kimdən eşitmisən? Tibs əhalisindən biri onu limana gedəndə görüb. Tez bir zamanda araşdır və mənə dəqiq xəbər gətir. Bizim işimiz çətinləşib. Bundan sonra Yüzarsifi çətinliklə nəzarət altında saxlaya biləcəyik. O hər gün Misirin bir güşəsindədir. Çox gec başlamışıq. Yüzarsif'i bundan qabaq öldürməliydik. Bu sizin fərsizliyinizdəndir. Yoxsa Yüzarsif canını salamat qurtara bilməyəcəkdi. Xəbər gəlib ki, göndərdiyimiz əskər sarayda öldürülüb. Deyəsən Yüzarsif'i öldürmək istəyəndə öz həyatını itirib. Heç bilirsiniz, əgər öldürülməsəydi, Amunhotep başımıza nə oyun açardı? Bu ulu Amunun inayətindəndir. Yüzarsif qıtlığın qarşısını almağa müvəffəq olmamalıdır. Bacardığınız qədər ehtiyat buğday yığın və Yüzarsifin çəkdiyi zəhmətlərin bəhrə verməsinə mane olun. Bütün məbədlərə elçilər göndərərək cəmaatı ona qarşı qaldırın. Bu xəbər doğrudur? Bəli, xanım. Bugün səhər öz köməkçiləri ilə Memfisə yola düşüb. Yüzarsif bu şəhərdə olanda ürəyim elə şad idi ki. Ey Misirin qüdrətli tanrıları, ey böyük Amun, indi onun hayrılığına necə dözüm? Fəryad eləyib Yüzarsifi mənə qovuşturmağınızı istəyirdim. Amma siz onu məndən uzaqlaşdırdınız.
Bilmirəm. Bilmirəm onun Allahı nə üçün ona bu qədər kömək eləyir. Amma siz mənim istəklərimə bu qədər etinasızsınız. Hey Bukra, Buyurun, məndən işiniz vardı? vergi verməyə gedirsən? Hə. Nədir, ağlını itirmisən? Nə üçün bu sikkələri onlara tapşırırsan? Mənim üçün qıtlığın olub-olmamağının heç bir fərqi yoxdur. Mən 1 ilin vergisini ödəməklə 2 ilin vergisindən azad oluram. Salam olsun Allahın Peyğəmbəri. Allahın salamı olsun sizə. Bütün bu məntəqənin ərazisi şumlanıb. Bugün toxum səpimi başa çatacaq. Yorulmayasınız. Allah köməyiniz olsun. Çalışın ki, tarlanın heç yeri toxumsuz qalmasın. Gedək. Nə qədər buğda ehtiyatı yığılacaq ki, siz bu qədər ambar tikirsiniz? Misir xalqının 7 illik buğdasıdır. Özü də sümbülü ilə birgə. Buğdanın özü Misir cəmaatı üçün. Samanı da heyvanların yeməyi üçün lazım olacaq. Yuzarsif cəmaatı ələ salıb. Heç buğdanı da sümbülü ilə saxlayarlar. Tələsin! Tələsin! Toxum əkmək üçün vaxtımız çox azdır. Tələsin! Bilirdim ki, Yuzarsifin dedikləri düz çıxacaq.
Mən buna inanırdım. İnanırdım. Bu da Yuzarsifin uzaq görənliyi. Bunun baş verəcəyinə qəti şübhəm yox idi. Bu yağışın mənası budur ki, 7 illik nemət bolluğu başladı. O hər şeyi bilir. Məyər bu təəccüblü deyil? Yuzarsif nədən bu qədər inamla Misirdə 7 il bolluq olacağını deyirdi? Deyirlər ki, hər şey ona öz Allahı deyir. Bəs onda niyə bizim tanrılarımız qabaqcadan olacaq hadisələri bizə xəbər vermirlər? Salam olsun tanrıların məhəbbətinin xadiminə. Tanrıların salamı olsun sənə. Buğdalarını təhvil verməyə aparırsan? Bəli, qıtlıq zamanı üçün əvvəlcədən ehtiyat görmək lazımdır. Hardan bilirsən ki, qıtlıq vaxtı Yuzarsifin hökuməti bu buğdaları sənə qaytaracaq? Bilmirəm. Deyirlər ki, qaytaracaq. Məyər taxılını öz evində saxlasan, bir fikirləş, onda ürəyin rahat olmaz? Yox, Yuzarsif yaxşı insandır. Mən ona çox inanıram. İnsan böhranlı vəziyyətlərdə özünü biruzə verir. Qıtlıq zamanındakı Yuzarsif, bolluq zamanındakı Yuzarsifdən tamamilə fərqlənəcək.
Dayan. Siz o biri sahəyə baş çəkənə qədər mən buradayam. Çağırılmamış qonaq istəmirsiniz? Hoş gəlmisiniz. Gözümüzdə yeriniz var. Allahın salamı olsun sizə. Minnətdaram. Bu il məhsul yaxşı idi. Elə idi ki, ömrüm boyu belə məhsul görməmişdim. Hətta heç bizim əcdadımız da bu cür məhsul görməmişdi. Hər kim zəhmət çəkib çalışsa, bunun nəticəsini görəcək. Arxayın olun. Nə qədər biçiriksə, qutarmır ki, qutarmır. Çoxlu məhsul götürmək, zəhmətinin bəhrəsini görmək hər bir əkinçinin arzusudur. Deyirlər ki, Misrin əzizi dua eləyir və onun Allahı da bizim torpaqlarımızı bərəkətli eləyir. Mən də onu dəqiq bilirəm ki, bütün bunlar yalnız Yuzarsifin Allahının işidir. Bura bax görüm. Sən də atana kömək eləyirsən? Bəli, atamızın biçdiyi sümbülləri bacımla mən yığırıq. Afərin oğlum, afərin. Gələcəkdə ailənin başçısı sən olacaqsan. Odur ki, atana kömək eləməlisən. Siz heç əməlli başlı yemək yeməlisiniz. Elə bu da bəsimdir. Minnətdaram. Allah sizi qorusun. Allah sizi qorusun. Bu kim idi? Heç adını soruşmadım. Axı, kim olduğumuzu heç demədiniz. Haralısınız? Yuzarsifəm. Sizin xidmətçiniz. Getdik. Heç inana bilmirəm. Yəni o doğrudan Yuzarsif idi. Hə, Misirin əzizi Yuzarsif bizim qonağımız oldu. Bizimlə yemək yedi. Tanrılar səni hifz eləsin, Yuzarsif. Onun necə də gözəl üzü var. Bu ərazi biçilib. Biraz da orada qalıb. Burada bu gün biçiləcək. Hətta bir sümbül belə qalmasın. Hamısını biçin. Allah köməyiniz olsun. Getdik. Nə qədər? 5000. Siz öz yerinizdə işləyirsiniz, yoxsa hökümdarın yerində? Hökmdarın yerində. Bu vaxta qədər buğdanın təhvil alınmasına cəmaatın münasibəti necə olub? Elə də yaxşı deyil. Kahinlər xalqda şübhə yaradaraq buğdanı anbarlara təhvil vermələrinə mane olurlar.
Cəmaatı bura çağırın. Onlarla danışmaq istəyirəm. Qulaq asın. Qulaq asın. Cənab Yüzarsifin sizə sözü var. Yükləri yerə qoyun. İşinizi dayandırın. Hamı buraya yaxınlaşsın. Yaxına gəlin. Bura yığışın. Mənə dedilər ki, kahinlər çalışırlar cəmaatı buğdanı təhvil verməkdən çəkindirsinlər. Lap yaxşı. Mənim qənaətimə görə hərə öz buğdasının sahibidir və onu öz yanında saxlaya bilər. Eybi yoxdur. Amma bir daha bu məsələni təkrar eləyirəm. Biz qıtlıq vaxtı yalnız buğdasını aldığımız şəxslərə buğda verəcəyik. Buna görə də Misir hökumətinin vəzifəsidir ki, nə yolla olursa olsun, burada bizə öz buğdasını təhvil verən şəxslər üçün buğda ehtiyatı saxlaya. Bununla bərabər hər kim buğdanı öz yanında saxlasa və hər hansı bir səbəbdən buğdaya ziyan dəymiş olsa, bizdən buğda ala bilməyəcək. Mən məsləhət görürəm ki, buğdanı ambarlara təhvil verməklə ailənizin ruzisini sığorta eləyəsiz. Bunu başqalarına da çatdırın. Cənab Malik, yola düşürük. Mənim buğdalarım burada olsa ürəyim daha rahat olar. Mən Yuzarsifə tam etibar eləyirəm. Hə, elə mən də. Axı sizə deyiblər buğdanı sümbülü ilə saxlayın. Siz nə inirsiniz? Biz buğdanı döyürük. Həmişə elədiyimiz kimi. İndi əvvəlkindən çox fərqlidir. Bizi qarşıda qıtlıq gözləyir. Yox, mən buna inanmıram. Bunlar hamısı Yuzarsifin sözləridir. Nə qıtlıq? Əgər qıtlıq olsa, onda necə? Mən inanıram ki, qıtlıq olmayacaq. Heç olmayacaq da. Fərz eləyək ki, oldu. Sənin ehtiyatın olmadığı üçün qıtlıqda nə edəcəksən? Əgər elə olsa, gedib məmurlardan buğda alarıq. Amma mənim bildiyimə görə, quraqlıq vaxtında yardımı indidən buğdanı ambarlara təhvil verib, qıtlıq zamanı üçün ehtiyatını tutan kəslərə verəcəklər. Əgər görsək ki, qıtlıq yaxınlaşmaqdadır, onda biz də ehtiyat saxlayarıq. Əgər qıtlıq başlasa, daha ehtiyat toplamaq mümkün olmayacaq. Ehtiyatı yalnız əvvəlcədən toplamaq lazımdır. Qıtlıq vaxtı göy üzündən bir damcı su belə yerə düşməyəcək, bir buğda dənəsi belə göyərməyəcək. Siz elə arxayın danışırsınız ki, elə bil Allahın yer üzündəki nümayəndəsisiz. Ya gələcəkdən gəlmisiniz, ya da hər şeyi əvvəldən görürsünüz. Bəli, mən Allahın yer üzünə göndərdiyi elçisiyəm. Misirin qıtlığı qiyamət gününə bənzəyir. 7 il bolluqsa yaşadığımız ömrə bənzəyir. Bolluqda əkib bitsəz və onu qoruyub saxlasaz, qiyamətə bənzəyən 7 il qıtlıqda nəyinizsə olacaq. Yox, əgər bu dünyada heç nə tədarük eləməsəz, qiyamət günü əlinizdə heç bir azuqəniz olmayacaq. Qıtlıq ili üçün azuqə yığın. Heç kim olduğunu demədin. Yusif, Yuzarsifəm.
Züleyxa xanım. Sənsən Rudamun. Yuzarsifdən nə xəbər gətirmisən? O məhsul yığımı və qıtlığa qarşı mübarizə ilə məşğuldur. Ambarların tikilməsinə, əkinçilik vergilərinin yığılmasına nəzarət edir. Keçən 5 ildə bir neçə dəfə Axnatuna məlumat vermək və məşvərət eləmək üçün tipsə gəlib. İndi şəhərdə deyil, burada yoxdur. Əgər bu dəfə gəlsə, mənə xəbər verərsən? Çalışaram, sarayda olan dostlarımla danışım ki, Yüzarsifi görən kimi bizə xəbər versinlər. İstəyirəm saray keşikçilərini işdən azad eləyim. Neçə vaxtı saray keşikçilərinin zəhmət haqqısı təxirə düşüb. Sən çox etibarlısan. Sufirə de ki, zəhmət haqqını ödəsin. Rudamun xanımdan icazəsiz heç bir iş görmür. Sarayın bütün işçilərinin haqqını ödeyin. Putifarın ölümündən sonra sarayın bu qədər keşikçi və xidmətçiyə ehtiyacı yoxdur. Hamını azad eləyin. Xufu və Sufiri bura çağırın. Amma xanım, saray keşikçisiz çox təhlükəlidir. Oğruların hücumuna məruz qala bilər. Siz varsınız deyə arxayla. Bu işin təhlükəli olduğunu və təklikdə bu işin öhdəsindən gələ bilməyəcəyimi bilirəm. Amma Züleyxa xanımın əmri mənim üçün qanundur. Bir vaxtlar bu saray ölkənin ən böyük şəxsiyyəti, Misirin əzizi Putifarın idi. Amma nə oldu? İndi saray məğlub olmuş, əldən düşmüş elə bir dul qadınındır ki, nə saray gözündədir, nə də ki yaşamağa həvəsi qalıb. Əgər Yüzarsifin qəlbimə saldığı qığılcım olmasaydı, özümü bu həyatın əlindən xilas eləyərdim. Dünyada Yüzarsifdən başqa heç nəyim olmadığını hiss eləyirəm. Bütün saray keşikçilərinin yığılıb qalmış məvaciblərini ödeyin. Rudamundan başqa bütün keşikçiləri işdən azad eləyin. Onların muzdunu ödəməyə daha qüdrətimiz yoxdur. Cənab Xufu da məbədin kahinlərini azad eləsin. Onların da xərclərini ödəməyə gücümüz yoxdur. Amunun məbədi kafirin biri sarayın baş xidmətçisi olan vaxtdan bağlanmalıydı. Bu vaxta canına haq yer açıq qalıb.